Hər kəsə salam, hər vaxtınız xeyir olsun dostlar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bu video bizim üçün bir ilkdir. Çünki mən və uşaqlar həyatımızda ilk dəfə sushi yeməyə gedirik. Bilirsiniz, elə insanlar var ət yemir, elə insanlar var çayın dadını bilmir, elə insanlar var mənim kimi kofenin dadını bilmir və həmçinin elə insanlar var ki, sushinin dadını bilmir. Mən də bilməyənlərdən idim. Ta ki gedib dadına baxana qədər. Həmişə deyirdim ki, mənim nəfsim heç vaxt sushi çəkməz. Ta ki keçən il Ramazan ayında blogerlərin videolarına baxarkən sushi videolarını görəndə fikrim dəyişdi. Dedim ki, dadını bilmədən sevmirəm demək düzgün olmaz. Və bu gün sizinlə bu təcrübəni bölüşəcəyik. İlk dəfə ailəlicə sushi dadmağa qərar verdik və bunun üçün həyat restorana gəldik. Dünyanın fərqli mətbəxlərinin bölgəmizdə təqdim olması insanı sevindirir. Bu həm inkişafın, həm seçim azadlığının, həm də zövqlərin genişlənməsinin göstəricisidir. Restorana getdiyimizdə fonda musiqi səsləri olduğu üçün ona görə səs yazıram ki, musiqilər mənim YouTube kanalıma təsir eləməsin. İlk təəssüratlarımı sizlərlə bölmək istəyirəm. Adətən belə yeməkləri daha çox iri şəhərlərdə görürük. Rayon yerində sushi xidmətinin olması doğrudan da müsbət haldır. Bu onu göstərir ki, artıq burada da insanlar yeni dadlara açıqdır. Bizi qarşılayan personal mehriban idi. Məkan səliqəli, sakit və ailə üçün çox rahat bir məkandır. Uşaqlarla gəlmək üçün mühitin olması bizim üçün önəmlidir. Xüsusilə qeyd etmək istəyirəm ki, restoranın evə çatdırılma xidməti də mövcuddur. Uşaqlı ailələr üçün bu böyük bir rahatlıqdır. Bəzən evdə qalaraq da fərqli dadlar sınamaq mümkündür. İşıqdır. Bəyəndin sən buranı Hacın? İki elə bir dənə denəyəcəm. Olsa sonradan deyərik də aşkım. Ben şu Yeməsə yoxlayacağım bunlarınkini. Hə. Sən özünü doyuzdurma da. Sən yeməyəsən sushidən. Yeməyəsən sushi. Hə. Deməli bizim ailəmizdə sushinin dadını bilən yalnız Elşəndir. Keçmiş illərdə yeyibdi. O da budu tövbə eləyib. Ay can, əfsuslar olsun ki, burada çeşidləri yoxdur, yalnız Kaliforniyadır. Amma heç nə olmaz, inşallah. Ümid edirik ki, gələcəkdə bütün növlərini hazırlayarlar və biz də sevərək gəlib yeyərik. Bu nedir? Ömər! Bu nedir? Əlinə. Bu kabı. Hazır mı? Anaya bak. Bax bura. Enes bax sən də. Anaya bak. Enes anaya bak. Bir şey olmaz. Anaya bak anaya. Siz bir məkanın gözəlliyinə baxın. Çox sakit, çox rahat bir yerdir. Hələ menyusunu demirəm. Menyu demişkən, nə olar nə olmaz birdən uşaqlar sushinin dadına baxmazlar deyə həm onlara kartofli sifariş verdik, həm də pizza sifariş verdik. Yenə hər zamanki kimi ola bilər ki, səslə video üst-üstə düşməsin, amma mən gedişatı olduğu şəkildə sizə danışıram. Yeməklər gəldikdən sonra atamız uşaqlara yeməklərində kömək elədi. Uşaqlarla restoranda yemək həmişə biraz diqqət tələb eləyir. Amma bu anlar ailə üçün çox dəyərlidir. Yemək sadəcə yemək deyil, birlikdə paylaşılan zamandır. Yemək demişkən analar, siz necə eləyirsiniz? Bu yaşlarında hələ də Öməri, Elçini mən yedizdirirəm. Amma düşünürəm ki, artıq uşaq 2 yaşından sonra özü sərbəst yeməlidir. Onlar nə olmaz, birdən uşaqlar yeməzlər deyə Elçinin ən sevdiyi kartofli sifariş verdi. Elçin özü ye aşkım. Böyüksən, neysən? Ay can annem. Elçin kaka seni maç elədi. Sen de maç onu. Ömer. Ama yürek yapıyorum bak. Ayarım yandı, yürek yapabilmedim. Soysun eləyərsən. Atamız qulluq eləsin. Zəhmət olmasa. Pizza. Ata, bana pizzanın sargımızı seçmiyorum. Ben sargımızı sevmiyorum. Yok ya şu kırmızı sevmiyorum. Ondan korkma. Hə, indi isə gəlim sushi haqqında şəxsi fikirlərimə. Masamıza Kaliforniya roll gəldi sadəcə. Bilməyənlər üçün açıqlamaq istəyirəm, çünki özüm getmədən öncə araşdırmışdım. Kaliforniya roll qızardılmış, xırtlayan teksturada təqdim olunur. İçində krab çubuğu, avokado və xiyar, bəzənsə pendir olur. Yanında klassik müşayiətlər, zəncəfil turşusu, wasabi və soya sosu ilə təqdim olunur. İlk loxmanı sousuz daddım. Sonra soya sosu ilə, ən sonda isə biraz wasabi ilə yoxladım. Sushi yemək olarmı? Bəli, olar.
Amma hələlik biz yalnız Kaliforniya növünü dadıq. Biz dedikdə Elçin və mən nəzərdə tuturam. Başqa növlərini dadaramıyam, bilmirəm. Amma məcbur qalmasam düzünü desəm heç vaxt yemərəm. Mənə biraz köhnəlmiş, günlərlə qalmış düyü dadı verdi sanki. Dəniz məhsullarını sevsəm də o yosunsu dad mənə uyğun gəlmədi. Elçin də cəmi bir rol yedi. Eyşən, Ömər və Enis isə ümumiyyətlə dadına baxmadılar. Sizlər necə dostlar, sevirsiniz suşini? Ən çox sevdiyiniz suşi növü hansıdır? Sizlərdə necə dostlar? Elə bir yemək varmı ki, siz deyəsiniz ki, onu heç vaxt dilimə vurmaram və yaxud da içəcək olsun? Əgər varsa, öz fikirlərinizi şərhlərə yazarsınız. Dostlar, sizlərdən xahiş edirəm, suşi çubuqlarımı tutmama qətiyyən lağ eləməyin. Elçin, bax. Deməli, bax, suşilər hazırsan, denəyək. Yanında soya sosu. Bunun adı bilmirəm nə idi, yadımdan çıxdı. Bu da zəncəfil. Gəl, gəl. Sosdur aşkım, sən soslarını sevməyəsən. Bir acıdır. Gəl, gəl hadi denəyək. Gəl denəyək aşkım. Gəl otur burada, Enes'in yanında otur. Aşkım sən çək imkanın var yoxsa? Susuz yiyeceğim ben. Durma da oradan çək. Bunu biz bir yolunu öyrənmişdik. Çiğdəmdir. Onu kapatmalısın aşkım. Ama hasisi acıdı. Her yaşındayız. Ama hasisi acıdı. Anne. Neden bu kadar Evet. Bu sosunu yersin aşkım suyacak. İyi de iyi. İyi gitsin. Şu. Ben güzeldi. Ağızdakini soru danış aşkım. Şen sifətinə bax yenə. Bəyəndin Elçin? Baktım. Əsas məsələ qalıb burada. Krabı yeməmsən. Yiyirəm. Hadi git otur. Bəyəndin aşkım? Nəsə bəyənmiş oxşamısan amma. Hadi git ye aşkım. Sokundan iç git. Elşan tutmağı öyrədir. Bir yolunu da öyrənmişdik. Elçin salfetka ilə bükürdük. Rahat. Bir yolunu öyrənmişdik onun. Bir tane salfetkanı mənə ver. Baba. Yan-yana koyduk. Göstərim. Büküb. Rahat. Bu şəkildə də yemək. Baxmışam aşkım. Niyə var eləysən? Elçin tadını bəyəndin aşkım. Evet beğendim, şu udanmıyor. Her udanmıyor. Her udanmıyor. Sokudan hiç geçsin Elçin. Şimdi iyi sen yine. Bir de yedim sadece. Əsas odun tadını bildin aşkım, ha? Tadımız çok güzeldi. Bir tane desem yiyen ancak ben oldum. Güzeldi. Bu gördüğünüz beyefendi hiçbir şey yemir. Ona göre giderim evde onu avladırarak yedirmeye. Ha. Sushi'nin deməli bir rolunu Elçin yedi. Yemişəm sushi. Üçünü mən yedim. Qalanını da evə paket elədik. Artıq hiss elədim ki, dördüncünü yesəm vəziyyət yaxşı olmayacaq. Deyəm. Dur aşkım. Apardı. Apardı. Demiş. Demiş. Ömer, anaya salla. Anaya bak. Ay canım. Sen yemeğe pis yerde oturdun. Sen rahat çekebilmirəm. Sushi adından gəlib pizza ilə kartofili yeyən Elçin. Heç pizzanı da yemədi, hə? Pizzanı da yemədi elə Elçin. Pizzanı da yemədi elə. Yo ben sushi yemişəm, pizza yememişəm. Ama sushi yiyor. Birinde olsa yedi. Hə. Sushi yemişəm bak. Dostlarımıza tövsiyə eləyirsən Elçin. Yesinlər, gəlib sushi yesinlər. Dadı necə idi? Çok güzel. Çox gözəl.
Bir adamın sifətinə bax. Sən dadını tarif edə bilərsən? Hocam. Dadını tarif edə bilərsən? İçi Allah heç kimi heç nəyə məcbur eləməsin. Onu bəhbəhlə yeyənlər var, Zövqlər müxtəlifdir. araba. Hə canım. Sağ ol aşkım, sağ ol, sağ ol, sağ ol. Sağ ol aşkım, sağ ol. Elçin, gəl sağollaşaq dostlarımızla. Hala. Elçin hardadır? Aha, gəl dostlarımızla sağollaşaq. Yani ablamın kuşuna basmayı unutmayın. Sağ olun, salamat qalın. Yak atın, abone olun. Yorumlarda şuşu yazın. Tamam. Hadi getdik, gəlin. Anne, bu şey. Bu şey bu şey. Bəyəndin aşkım? Ben dedim. Tamam. Evə qayıtdıqdan sonra suşini bir daha qiymətləndirdik. Bu arada Məryəm də bizə gəldi, qonağımız oldu. Birlikdə fikirlərimizi bölüşdük. Hər kəs öz baxış bucağından suşini dəyərləndirdi. Mənim üçün yemək sadəcə doymaq deyil, bu xatirə yaratmaqdır. Uşaqlara yeni dadlar, yeni mədəniyyətlər göstərmək onların dünya görüşünü genişləndirir. Siz videonu izləməyə davam edin, mən isə sizlərə sağollaşım. Əgər videomuzu bəyəndinizsə bəyən butonuna basmağı, kanalımıza abunə olmağı, şərhlərdə şərh yazmağı unutmayın. Yeni videolarda görüşənədək sağ olun, salamat qalın. Hələlik. Matilda. Öməriyim. Deməli 8 ədəddən birini Elçin yedi, 3-ünü mən yedim. Ömərə heç təklif eləmədim, çünki bilirəm ki, yeməyəcək. Amma yenə də qoy denəyək. Ömər, yeyirsən aşkım? Yiyeceğim. İstəyirsən? İstedim. İstəyirəm amma itələyir. Hə, Elçin, puanlarını dinən neçə xal verirsən, bəyəndin? Ben beğendim ama bu kadar şahane beğenmemişim. Bir de çok içinden şişe var ya. Yosunu bir də krabı. Yaşıyor. Yosumu beğenmemişim. Dışı çok güzel. Bir de içinde biraz uyandı beğenmemişim. Neçə xal verirsən aşkım? Dışarısı çok iyi. 9 ama yok. 10 üzerinden 6. Dostlar, Məryəm gecə qonağımız oldu və istədik ki, Məryəmlə də suşinin dadına baxaq. O da öz puanını versin. Buyur Məryəm. Bakın dostlar, birinci çubukları götüreceksiniz. Böyle koyarsınız. Sonra böyle elleyersiniz. Ve böylelikle daha asan yiyebilirsiniz suşini. Mənim kimi sushi çubuğunu tutmağı bacarmayanlar üçün əla üsuldur. Məryəm zaten normalda yeməyi yaxşı bacarmır, belə deyək də, sevmir. 10 üzerinden 0. 10 üzerinden 6. Elçin bəyənmişdi. Damaq dadı tartışılmaz, düzdür. İndi hər bir ağız dadı var. Hələ sən çiğ balıq yeməmisən. Ama ben baş içtim. Dostlarına məsləhət görürsən? Ben daimı baş içtim. 10 üzerinden 6. 10 üzerinden 6. Hə. Bilmirəm, hamı öz xoşladığı kimi eləyir, ancaq mən xoşlamadım. Sevmədin. Elə isə sağollaşaq, videomuzu bağlayaq. Bye bye. Bye bye. Kanala abone olmayı, like atmayı, yorum yapmayı unutmayın Bir de arkadaşlar. ben de yiyeyim. Ye. Anlamadım. Usta. Kim eləyim? Elə ben zaten yiyebilirim. Aslında mayonez var. Yəni xoşlayıram. Mayonez düydü, krabdı, Xiyardır. xiyardı.
Elçinin hamısı Biraz sıcak yardım var edeyim. değil. Yardım edeyim. Elçin hamısını çıxartdın dışarı. Sushi'nin anasını ağlatdın Elab. Koy, koy. Biraz sıcak var değil. Sıcaq deyil, narahat olma. Amma Sosu Gel. içinden anama değil o. gəl görüm aşkım, gəl. İstəm. Sıcak var değil. Sıcaq deyil, valla deyil. Ama sola değil. Acı deyil, yox, acı deyil. Wasabi acıdır, bu soya sosudur. İstəmirsən? Wasabi adamın ağzını yandı. Deyirəm də sushi-nin anasını ağlatırsan. Yandı. Haydi. Beləcə bu tip videoların gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı, videomuzu bəyənməyi, şərh bilməsə şərh yazmağı unutmayın. Sağ olun, salamat qalın. Hələlik.